Gəncənin gizli dini incisi və ya Şahsevənlər məscidi. ...1880-ci ildə məscidin tikintisinə başlayırlar və 1882-ci ildə artıq məscid ibadət üçün tamamilə hazır olur. Dövründə bu məscid kitabxana kimi və ya yaşayış evi kimi də istifadə olunubdur. 1970-ci ildə təmir bərpa işləri aparılır və 1994-də məscid yenə də ibadət üçün hər kəsə açıq olur. Diametri 12 metr olan bu günbəz bişmiş kərpicdən tikilib və 8 tağvari divarın üstündə dayanır. Məscidin özü Şahsevənlər məhəlləsində yerləşir və zamanla insanların arasında Şahsevən sözü şahsöyən sözünə dəyişilir və bu da dilin və mədəniyyətin zamanla necə dəyişdiyini göstərən bir faktdır. Məscidin içində həm kişilər, həm də qadınlar üçün namaz qılmağa yer var. Hətta ikinci mərtəbə Məhəccari amfiteatr formasında tikilibdir.